Rəbtili. Bugünkü dərsimiz ki, cələsi 140-dir. Məsnəvidə dəftər hesabında 3000, mənimki 55-dir. Sizinki 50 o. Dəftər doğumda 3055, sizinki 3046. Gəldilər işlərə taziri tapdılar, deyilər, pullarınızı verin, pullar deyilər, bizim pulumuz yoxdur. Gizlədibsiz, deyilər, biz harada gizlətmişik? Var yoxumuz elə nə mənədir ki, bir də göz qabağında. Gətdilər, deyilər ki, yaxsın. Bir-birinə dəstur verdi ki, bu taziri öldür. O ki, istəyirlər öldürərlər, deyilər, məni öldürürsünüz. Deyirlər ki, səni öldürürük. Ta bu birisi görsün, qoxsun, qızıllarını yeyindisin. Hədəf, vəsilərə tozih mikunet. Sən günahın yoxdur. Biz sən qiyafəndən bu çıxmışsan, pullusan. Amma hər sırıq bu birisi pulludur. Sən öldürürük bu qoxa. O da ki, baba, onun heç dadı yoxdur. O fəqirdir. Mən pulluyam. Onu öldürün, mən qorxum, mən deyim də qızıllan yerin. Dastan budur. Baxın, hədəf, vəsilərə tozih mikunet. Bir ayrısını öldürür, o birisi qorxsun. Mevlevi deyil, İslamda bu ittifak düşübdür. İslamda ittifak necə düşüb? Qovm-i adı. Fəqət ki, mən təvəssül edəsən. Məşğul olsaq, mənəmsə. Qovm-i adı o səmudu. Qovm-i Həzrəti Nuhu. Allah öldürür. Tam müsəlmanlar qorxsunlar. Da peyğəmbərlərlə müxalifət eləməsinlər. Onların dastanı buna xatır Quranda gətirib. Ona görə Peyğəmbər deyib ki, biz müsəlmanlar axirunə sabiqunuq. Bir paradoksikal kəlmə işlədi, bir rivayətdir. Peyğəmbər buyurub ki, rivayətdir də, mən bilmirəm Peyğəmbər deyib ya deməyib. Amma kitablarda var ki, Mevlevi deyir ki, Peyğəmbər İslam deyib ki, ümmət-i İslam axirunə sabiqunuq. Yəni mənə, axirdə gəlmişik, bu ümmətlərin axirində gəlmişik. Bizim Peyğəmbər də axirin Peyğəmbərdir, amma əz nəzəri ərziş onlardan qabağıq, sibqət tapmışıq. Niyə? Bərayin ki, biz bərtərik. Bizim Peyğəmbərimiz bərtərdir. Bizim Peyğəmbərimiz əşrəfül ənbiyadır, xatəmül ənbiyadır. Bəs ümməti də bərtərdir. Qabaqçı ümmətdə gətirib bu ünvan əbzar, onlar azımaşgahı tarixdə, onların üstündə azımaş eləyib Allah. Elə məsələn bir dənə vaksan düzəldəndə bir dənə üstündə azımaş eləyirlər. Ta orada cavab verirsə, gətirələ bu üstülə işlədələr. Yox. Mevlevi deyir ki, elə bu qozlar da bu işlə görüb. در واقع deyək ki, İslam da bu işi görüb. Yəni, hədəf, vəsilə ra tozih mikunet. Xoş. Burada bir silsilə mətalib mətrəh olur ki, biz bu fəzadan indi çıxacağıq. Gələn həftə ki, vardı bu bəhs olacaq. O budur ki, bir sual var, heç zahirən, əslən irtibatı yoxdur. Bir fikhi bir sualdır. Və bu müsafirətdə də gahdan ilə yoldaşlar bəhs edirdilər. Ay Puyan da ki, neçə şey mətrəh elədi. Ki, Cumhur İslamının bu işləri, əl cümlə Cumhur İslamının işlərindən bir bancıdarı Cumhur İslamidir. Cumhur İslamının bu bancıdarisi düzdür ya qələtdir. Orada yoldaşlar mətrəh elədilər. Dedilər ki,
Ayətullah Məkarimi Şirazi yaxdan televizyonda göstərirlər. Bir dəfə sual elə Ayətullah Məkarim cavab verir. Bir dənə xanım sual elədi ki, ay Həzrət Ayətullah, mən banca pul qoymuşam, oradan su götürürəm. Bu nə cürdür? Deyir, Ayətullah Məkarim də Ay Puyanlıya dedi və bilmirəm sizlərdən də kim dedi. Deyir ki, haramdır. Bahdan su almaq haramdır. Deyir, mən neyim, mən keçirə bilməyəm. Deyir, Ayətullah deyir ki, olsun, sənə icazə verdik. Sən gedib pulu qoy. Sənə icazə verdik, amma haramdır ha. Bir. Üstad, mən özüm eşitmişəm. Yoxdur. Məşəddə, namazda getdim, şirkət elədim. Ay Məkarim özü idi. Ondan sonra bir nəfər ki, məsələ fikir idi, beynə səlatı. Bəli. Anın huzurunda dedi ki, anın nəzəri sərahət ilə budur ki, bancı, bütürsud qoymaq haramdır. Haramdır. Düz öz huzurunda. Bəli. Xoş, mən indi istəyəm bu zəminədə bir danışam, bir fürsətdir. Xahişən hövsələ xərcə verin. Bir nadir məbahisdən istəyəm burada mətəl eləyəm. Məsləvidən bir miqdar çıxıq ki, əsli bəhsimiz məsləviyə mərbutdur. O əsli bəhsi ki, məsləviyə mərbutdur, racib husn-u qubh umurdur. Baxın, bəhsimizin adı husn-u qubh umur. Munta, mən o zaman bunu bəhs eləyə biləcəm ki, həvassılar cəm olsun, selamun aleyküm. İki qulaqda özcədən boz eləyəsiniz, mənə təvəccüh eləyəsiniz. Elə bir ki, məsləvdən çıxdıq eşiyə, bir nəfər sual eləyir, Ayətullah Məkarim Şirazidən sual eləyən kimi. Bancıdariye İslami در ایران düz ya gələtdir. Bahdan sud almaq ribadır ya ribadəyi. Banca pul qoyuq, bahdan sud alıyıq. Bu ribadır ya ribadəyi. Həlaldır ya haramdır. Bu helal harama razı istəyəm danışam. Bunun müqəddəmatı var. Mən bu zəminədə söhbət eləyəcəm. Fəqət əvvəldə ərz edeyim ki, mən hər il qəblən dərz eləmişəm. Bir dənə dərsim olar. Danışçuyanı ərşəd ilə rişte MBA var. O rişte MBA ticarət riştəsidir. Onlara mən bir dərs deyərəm. O dərsin mehvəri, əsası ribadır. Mən ribaya razı olaraq tozih verirəm. Bunda klasımızda bir ərşəddə nüdrətən çox əfrad olar. Elə 15 nəfər, 16 nəfər danışdığımız olar. Mən bu 20 ildən çoxdur ki, sabiq çox olardı. Amma indi danışçılar azalıblardır. Məxsus ərşəddə ki, onlar da özləri də karimənd edirlər, işlirlər, müsinn edirlər, zirubə zindecanını seçiblər. Bu bəhsi başlayanda klasda elə əvvəldə özüm sual elərəm. Ağalar, xanımlar, indi bu Cumhur İslamının bancıdarisi sizin nəzərinizdə şər'idir ya qeyri-şər'idir? Bəzi klasada hamısı deyər, qeyri-şər'idir. Bəzi klasada əksəriyyəti deyər. Əqəlliyyətə məsələn bir nəfər olar. Bir nəfər mümkündür deyər, şər'idir. Mən axtaram, taparram, görürəm ki, bir nəfərdə niyə deyir. Qəblən ki, bunu ərz eləyəm, yoldaşlarımıza ərz eləyirdi. Elə Aypuyanlıya da işdi. Mən bir dostum var idi. Bətər təbliğ elərdi ki, bu fast food yeməyin və kalbas, sosis yeməyin, bunlar aludədirlər. Hətta onların famillərinin biri, bir də Təbrizdə bir böyük pezeşki var idi. Benamı Döhdü Mustafi. Döhdü Mustafa'nın xanımısı mütəxəssisi təğziyə idi. Ustadı danışgahıdır. O dedi ki, mən danışçılar aparmışam zada kalbas şeyxanasına, sosis şeyxanasına. Özdə qəblən biliblər biz gedəcəyik.
Özü də qəblən mən elə həftədə bir dəfə sosuz kalbas alardım. Ağası ki, Döhtü Mustafi'dir, ustad danışqahdır, böyük pezeşkidir. İngilistan'da qutar. Özü də İranda böyük mütəxəssisdir. Deyir, özüm əsən söyərdim. Vəqti mən danışçuyan riştəyi təxziyəni apardım sosuz çayxanasına, kalbas çayxanasına. Gəldim, dedim, mütləqa. Damından bu yana sosuz kalbas yedi yoxdur ha. Və özü də familləri də hamısını götürüm zəhvirdim ki, məbada yəssa, getmişəm, yaxından görmüşəm ki, nəzi düzəli. Özü də bilirdilər ki, mən gedəcəm, danışçılar aparacam çayxanaya. Hələ biraz özlərinə yetişmişdilər. İndi mən bu xanım Döhtü ilə, Ay Döhtü ilə də yaxından danışmışam da. Çünki olan oğluna mən konkur dərsi deyərdim. Gedərdim evlərinə. Təqribən 35 sələsə bunların evlərinə getmişəm. Gahdan da Döhtü və iki dədənlərlə də otuyu belə dərsi demişəm, onlar da eşidiblər. Bunların elə famillərin biri də təbliğ elərdi. Məbada sosuz kalbas yəsiz. Əslən. Heç rəbti yox idi. Hamın işte bu sözü hardan da bileyim. Sonralar bir gün gördüm ki, deyir ki, məsələn, sosislərdən, məsələn, bəşarət qızıydı, yaxçıdır, nəmləmənə yaxçıdır, hərdən bir söhbət deyilik. Mən konskav oldum ki, bu niyə buzuydu? Sonra gördüm ki, bu oğlu iş tapamayıb. Bu oğluna gəlib bir dənə protein dükkanı açıb. Orada sosis kalbas satıldı. Ayrıdır. Bəxşə sosis kalbas satır. Bu tərəfdən də gələ dustlaşınıya deyə, familyə deyə sosis kalbas yeməyin. Amma onun dörəsinə dolanmıyor. Bərziddir bu oğlu hərəkət eləyir. Onun ki, indi səfə dönübdür. Heç özü yeməsə də ya da təbliği su eləmir. Ya da gahdan deyir ki, məsələn, 5-6 dənə kalbas yaxası vardı. O bəşarəti iyi təriflidir. Mən bu rəbti, indi mən axtarıyorum o danışçılarımın içində görürüm ki, bir hamı deyir, Cumhur İslamın işi xərabdır, qələtdir, həramdır. Bir nəfər tapılır, o bir nəfər axtarıyorum, tapıyorum ki, görürüm ki, banca pul qoyub, hər ay oradan bir 30 milyon, 40 milyon pul götürür. Danışqanda xərcini oradan verir, o disə həramdır, o olmaz. Və etiraf Allah'ım. Əvvəldə bu cür deyərlər. Vəli mən onlara bir cələsə, iki cələsə söhbət eləyəndən sonra səfə dönər, bərəks olar. Ya hamısı bil ittifaq deyərlər ki, Cumhur İslamın işi düzdür, bahların işi düzdür, 100% düzdür. Ya da müxalif olsa ki, bir nəfər, iki nəfər olar ki, əvvəldə müvafiq bir nəfər, iki nəfər oluydu. İndi mən neyniyəm orada? Mucizə eləyirəm. Neyniyəm? Ola sehr eləyəm, cadu eləyəm ki, səfə bərəks olur. 20 dənə danışçıdan əvvəldə ya 20'si də müxalifdir məndən, sonra 20'si də müvafiq olur. Belə. Mən bir bəhs elərəm. İndi o bəhsimi sizə mətrə eləyəm. İnşallah ki, hövsələ xərcəbəsi üçün hamı mübtəla bəhdir. Fikirəm ki, hamının dərdinədir. Bir nəmə məsnəvini müvəqqətən, amma əsası bəhsimiz bu dərsə mərbutdur. Gələn dəfə deyəcəm nəcür bəhsidir. İndi əvvəldən başlayırıq. Ağalar, Qur'an sərihən deyib ki, Hərrəməllahu riba. Ayi, sərih Qur'andır. Və əhəlləllahu l-bey'ə. Riba haramdır. Bir məsələvi oxumayacaq. Məsələvi açdığın dəftər olmayacaq. Onu bağlayacaqsın. Sonunda fikrin qalırdı. Mən bu bəhsləmə fikir. Da Qur'an sərihən deyib ki, riba haram. Sonra da nə qədər hədis var ki, hər kim riba isə elə bir məsciddə, minbərin altında zina eləyir. Məsciddə, minbərin altında zina eləmağın günahı dərhəddə ribayı vaxt. Və sonra Quranda özü də buyurur ki, hər kim riba yiyir, Allahla cəng eləyir. Xeyli xoş. Bəs qədəm əvvəl, Quran deyib riba haramdır. Və ki, Quran deyib riba haramdır, biz deyək ki, riba həlaldır. İndi yenə bir ariz arasında bəhs eləmişəm ki, Quranda, elə burada da bir şöhr elədik ki, hüdudən 500 dənə ayə əhkam var, vəli 500'ün 400'ü və şəhət bir işləri və şəhət hamısı mübəhəmdir.
Qur'an ki sərihən deyib, riba haramdır, ribanı tərifləməyib. İndi var, bildik riba haramdır. Qurban olum Qur'an, quracaq ribaya anamaya. Bir ribaya razı, bir cümlədir. Bilax nəzi olsa riba helal olar, ya haram olar. Riba sən nə mənədir? Bir kəlmə də Qur'anda yoxdur ki, riba, yəni ibarət həsləzin ki, apa, banca pul qoy, 100.000 tümən qoy, orada 150.000 tümən götür. Bilən ki, bir söz yoxdur Qur'anda. Qur'an mübhəmdir. Xoş, bu bir mətləb. İndi müştəhidlərin əməlkarda nəzər olub. Fəqihlər ki, bu ayat-ı əhkama razı bəhs elərlər, gələrlər, müxtəlif bəhs elərlər, hərə bir cür. Xud bu Təbrizdə, xud İranda iki dənə müctəhid riba mövridində mütəfavit nəzər verirlər. Məsələn, deyirlər ki, bir nəfərə bir kisə düyü verəsən. Bir müddətdən sonra bir kisə düyünü, məsələn, 2 kisə alasan, bir kisə yarım alasan, 10 kilo verəsən, 11 kilo alasan, əğləb müştəhidlər deyiblər, bu haramdır. Bu yəni riba. Özlər bu cür məna edirlər ribanı. Riba cinsidə olar. Diqqət eləyin ha. Əğləb bu cür deyiblər. Məsələn, Ayətullah Şəriət Mədari bu cür yazıb risaləsində ki, sən bir nəfərə 10 kilo düyü verəsən, 11 kilo alasan, o haramdır. Amma sən gəlirsən, bir nəfərə bir kisə düyü verirsən, 10.000 tüməndə əşkinas qoysan onun üstünə. Ya bir dənə kibrit qoysan, məxsən Ayətullah Şəriət Mədari kəlmə kibrit işlədir. Deyirsən, bu bir 10 kilo düyü, bu bir dənə kibriti verdim sənə, satdım neçəyə? İndi bazarda 10 kilo düyü, məsələn, 3 milyon tümən fərz eləyək. Haca əxirə mənə düyü lütf eləyiblər, amma azaldılar. Sonra gördüm ki, bazardan ucuz azaldı, mənə təxfif verdi, qəşəng bir düyü lütf elədi. Mərqubdur indi bazarda, məsələn, 200 tümən, 250 tümən, 300 tümən, bundan çox da hələ bu hüdudda. Neçə? 400 tümən, yaxşı. Yaxşı, 400 tümən. 400 tümən 10 kilo olar 4 milyon. Bir dənə də kibrit qoyduq onun üstünə, bir dənə majik qoyduq üstünə, deyir, mən bunu sənə satdım 5 milyon tümənə. Bunu 2 aydan sonra gətirmən 5 milyonu mu ver? Ayətullah Şəriət Mədari deyir, bu riba deyil. Allah haram verə. Yoxsun. Görsən, bu müştəhid deyir, Allah haramdır. İmam Xümeyni də buna deyib haramdır, bunun kimi fikir eləyib. Vəli ari müştəhidlər, ari sözlər deyirlər. Məsələn, 2 dənə nəzərmən nəzrədir. Diqqət eləyin o. İndi bir də deyirlər ki, cinsi də bu cürdür. Əşkinasda necə? Mən bir nəfərə 100 milyon tümən əşkinas verdim. İndi 110 milyon əşkinas alsam, o necədir? Yine orada İmam Xümeyni diyor haramdır. Bəli, 99 dərsədə fəqihlər deyiblər, əşkinasda riba olmaz. Əşkinasda riba olmaz. Niyə? Deyir ki, riba cinsidə olar. Sən cinsi verib cins almadın ki, əşkinas cinsidə ki, o kağızda çox qiymət yazır, o bir dənə çəkdir. O kağızda, bu bizim elə bu travel, bu pullar, mən burada bir dənə bayramlığımda, bunu bir dəfə ayə, hətta mən bayramını qılayım ayə. Qaldı bunun arasında. Xülasə, bu əşkinaslar, məzmum cibimdəkindən çıxadı. Cibimdə bir dənə əşkinasım var. Sizin yoxdur, vəli mən qoymuşdum ki, müsafirətdə gahdan ayə Səlman qoymadınız da, bunu sidim orada o zatda alanda xəşliyəm, qoymadınız xəşliyəm. Qoy çıxaydım, görün də. Yaxşı.
İndi bu 50.000 tüməndir. 100.000 tümənlik davamdır. Doğrudan bu 50.000 tümən bu kağızın qiyməti 50.000'dir. İndi bu 100.000 tümən ola bilər. 200.000 tümənlik də varımızdır da. İndi da ondan yox çox əskinası yoxumuzdur ki, bunun əvəzinə siz çek yazırsınız. Çekdə eləyə bilsən 1 milyar da yazasan da. Doğrudan bunu aparsan banka, bu ağada bankdardır, bankidardır. Bunu qoyuram, deyəm 1 milyar, bir dənə maşın aldım. Bu da mənim çekim. Bu kağızı alır, məndən bir dənə maşın verir, mənə bir dənə ev verir. Yəni bu kağızda o ərziş var idi. Səbəb budur, həm bəli, həm xeyr. Bu kağızda həm o ərziş var, həm yoxdur. Bu yəni mənə, bu kağızda həm bu ərziş var, həm yoxdur. Deyik ki, ərziş iki cürdür. Bir ارزش ذاتی var, bir ارزش عارضی var. Bu kağızın zatında o miqdar ərziş yoxdur. Bu bir qirana da gəlməz. Amma bunun bir ərziş etibarisi var. Ərziş etibarisi 50.000 tüməndir. Ya bu çekin ərziş etibarisi 1 milyardır, 2 milyardır. Ərziş zatisi yoxdur. Buradan getdik bir dənə ayrı bəhsə. ارزش ذاتی و اعتباری. اگر yadımızda olsa, saxlasaq ki, ərziş bər dö qismə, ərziş zati və ərziş etibari, onda bir miqdar yol həmvar olar. Tamam, bu rivayə razı və bu bəhsə razı qeydəm danışam. Fəqət hövsələ xərzə verəsin. Bizə turanı olsa da bin bəşlərsin. Ərziş zati və etibari nə? Ta bir dənə ayrı bir bəhsi var. Elmdə, fəlsəfədə, Quranda, məxsusən fəlsəfədə. O budur ki, mövcudatın, əşyanın ki bir sıfatı var. Hər mövcudun bir sıfatı var da. O sıfatların bir miqdarı arizi olar, bir miqdarı zati olar. Mesela indi bu əlimdəki bu qəndin, bunun bir miqdar asarı var, sıfatı var, müşəxxəsatı var. Bir miqdarı onların zatındadır, bir miqdarı arizədir. Mesela indi bunun şəkli var. Bu bir dənə arizədir. Bunun rəngi var. Bu çayxanadan çıxanda qəhvə idi. Miyandaqda bir çayxana var, qəş çayxanası var. Mən uşaqlıqda getmişəm o. Əsli Miyandaq qəndi, o qəndin özünü görmüşəm orada. Çuğundurdan ki, qənd düzəldərdilər. Çuğundurun qəndi qəhvə idi. Bəli, sonra buna bir məvadlı şimya vururlar, ağardırlar. İndi bunu salaq bir mürəkkəbin içinə qərar olacaq. Ayrı rəh vurur, rəngi dəyişilər, şəkli dəyişilər. Bundan bir silsilə asar dəyişilər, müvəqqətidir, zatında yoxdur. Amma bir silsilə sifat bunun zatındadır. Bu arizələr bundan munfək olar. Məsələn, indi mənim əlimdədir. Verirəm ayı, indi maliki mənəm. Bunun maliki dəyişilə bilər. Yeri buradır, yeri gedə aşağıya. Çoxlu zatları dəyişilər, bir miqdarda sıfatı, xasiyyətdə dəyişilməz. Bunu da bildik. Bəs mövcudatın, məsailin bir miqdar sıfatı var. O sıfatların bir miqdarı zatındadır, bir miqdarı arizədir. Arizə dəyişilər. Bu bəhsi də saxlayın. İndi gəliyor əmal-u rəftara, danışıqlara. Əmal-u rəftar, danışıq və əfkar. Bir silsilə əmal-u rəftar, danışıqlar var ki, biz onlara deyik qəşəhdir. Bir də əmal, rəftar, danışıqlar və niyyətlər, fikrlər var ki, biz onlara deyək pisdir. Yaxşıdır, pisdir. Yaxşıdır, pisdir. Məsələn, vərziş eləmək, nərmiş eləmək.
Bu cür vərziş eləmək. Bu bir dənə əməldir da. Bir də bu deyə yaxşıdır. Bir də deyə pisdir. Vərziş eləmək demək olar yaxşıdır ya pisdir. İndi məsələn gülmək. Gülmək bir dənə əməldir da. Fikir eləmək bir dənə əməldir. Yazmaq bir əməldir. Dərs oxumaq, məsləb oxumaq, məsləbi cələsə gəlmək bir dənə əməldir. İndi ya yaxşıdır ya pisdir. Ya bir dediyi yaxşıdır, bir dediyi pisdir. Ya da gahdan yaxşı olar, gahdan pis olar. Gülmək. Qaqqıldayıb gülmək. Bir dənə əməli fizikidir. Bu əməli fiziki bəzi də Hindistanda bir bimaristan var, istəyən bimaristan var ki, orada mərizlər gülməklə toxtadarlar. Ki, internetdə baxın. Avropada da bir bimaristan var ki, orada ağlatmaqla toxtadarlar. Onlar ağladırlar, Hindistanlar güldürürlər. Bu ay 400 zahidin işi gördünüz, o deyir ki, mən getmişəm o ağlayan bimaristana. Yox, o ağlamayıb. O kitabında da yazıb, ha, getdik bir dənə bir yerə, qərar nöqtə gözlərimizi yumduq. Dörtü deyir ki, getdim bir dənə Amerikada hara, baxıydılar bizim, bir dənə filmi qoymuşlar, o filmdə bir nəfər malla roza oxuydu, onlar da ağlıydılar. Deyir, İranlılar deyirlər, bax, bizi bu ağlamaqlar bədbəxt eləyib. Bu yana mənə İranı bədbəxt olub bu rozələrlə. Mallalar ağladırlar, İranı bədbəxt eləyirlər əqam. Deyir, orada bir dənə dörtü deyir, bax, siz niyə belə fikirsiz? Mən burada nə qədər pul alırlar, mərizdən ki, olar ağladam. Bu bir də müftə neçə veribsə, bu ağlıyorsun. Ağlamaq çox da qəşəhdir, niyə bu verirsiniz? İttifaqən sizin bu işiniz behtərin işdir. Bu ağlamaq nə qədər dərmandır. Bizim bir silsilə naxoşlarımız var ki, onlar ağlamaqla dərman taparlar. Deyir, biz məsələn istəyirik ki, poz verək, deyək ki, təbliğat eləyə, əleyhə İslam, ki, İslamı götür yoxdur elə, bununla mallalar, fəqət ağladırlar, deyib mallalar, əgər, məsələn, 2 dənə, 3 dənə yaxşı işlər olsa, bir də bu ağlatmaqdır. Mat qaldıq. Bəli. Xoş, indi bunlara deyirik ki, yaxşıdır, pisdir. Ağlamaq yaxşıdır ya pisdir. Oradan gələk riba almağa. Riba yaxşıdır ya pisdir. Bu yaxşı pisə istilah qoyarlar. Deyərlər ki, husnu qob, ərəb istilahıdır. Husnu qobhe umur. Deyərlər, bu umurata, məsələn, riba alıb riba verməğa, ya sərqət eləməğa, ya ticarət eləməğa, sən ki, deyirsən, yaxşıdır ya pisdir, der vaqa deyirsən, husnudur ya qəbihdir da. Qobhu var ya husnu var. İndi gələk danışaq, deyək ki, bu husnu qobhu bunların zatındadır, ya arizədir. Diqqət eləyin ha. Filsuflar bu cür bəhsələr. İndi yavaş-yavaş var da fəlsəfə oluyor. İndi gülmək yaxşıdır ya pisdir. Sən deyəsən yaxşıdır ya deyəsən pisdir. Deyəcək ki, bu gülməyin zatı, o ki deyir gülmək yaxşıdır, bimarisanda güldürür. Ya da ağlamaq, o ki bimarisanda ağladır. Deyirik ki, ağlamaq yaxşıdır ya pisdir. O ki deyir pisdir, deyir, bu ağlamanın zatında pislik var. Ya pislik bu ağlamağa bir dənə arizədir. Əhlət deyir, mən sən Allah bunlardan baş çıxartma bura, ya nə mən götürüyor işte, pisdir da. Gülmək yaxşıdır ya pisdir, zatən pisdir ya arizətən pisdir. Əhlət bilməzlər. Bəli, filsuflar gələnlər bəhs elərlər. Yalan danışmaq pisdir. Ya zatən pisdir, ya arizədən pisdir. Riba pisdir, ya yaxşıdır. Əgər pisdir, sadə vaxtı yoxdur ha. Görməyim ha, sadına baxın. Aya riba, indi sadına oynamaq, pisdir ya yaxşıdır. Zatən pisdir, ya bu pisliyi bir arizədir. İndi fəlsəfə bu da bəhs elər.
Fəlasife yetişiblər bir dənə nəticəyə. Fəlasife deyiblər ki, hussu qubhi umur 99% arızadır. Fəqət bir dənə əmri var, bir dənə ya iki dənə feili var ki, aləmdə onun husnu və qubhi zatıdır. Yəni iki murad var aləmdə ki, zaten bir murad var ki, zaten yaxşıdır, bir murad var ki, zaten pisdir. Bəqiyə umuratı ki, aləmdə var, sonra deyəsiniz, yaxşı deyə pisdir, onlar arızadır. İndi məsələn, gülmək. Gülmək pisdir, yaxşıdır. Gülmək əgər sənin mərəzləri dərman eləyəcək, niyə pis olsun? Ağlamaq pisdir, yaxşıdır. Pisdir. Əgər ağlamaqla sənin xoşluğun bərtərəf olacaq, niyə pis olsun? Yalan danışmaq. Yalan danışmaq pisdir, yaxşıdır. Əgər yalan danışmaqla sən birini nəcat verəcəksən, niyə pis olsun? Əgər yalan danışmaqla bir nəfər bədbəxt eləyəcəksən, niyə yaxşı olsun? Qeybət eləmək. Bədqu eləmək. İndi sən bir dənə rəhbəri zalimin qeybətini eləməyəcəksən. Danışmayaq rəhbəri zalimdən bir söhbət eləməyəcək, eyvə qeybət eləmək. Qeybət eləmdir. Sədi deyib 4 nəfər. Mən danışarım. Sən danışırsın. Xoş, diqqət edin ha mənim ərsimə. Yaman demə, mən danışarım. Və indi yaman demək. Pisdir, yaxşıdır. Əgər pisdir və ümmət İslam deyil, mərc və Amerika yamandan pisdir. Ki, bombları bu mərc və Amerika gətdi dərəcə başımıza. İndi bombu töhmək. Pisdir, yaxşıdır. Ged İsraildən soruşuyor. İsrail bu bombları töhdüz, yaxşı şöydü, yaxşı şöydü. Ay, Trump, yaxşı şöydün bu Fordonu, haranı vurdu. Diyor, behter iş. Bundan behter iş olmaz. Amma indi biz İrandan bizim rəhbərimizə soruşuyoruz. Diyor ki, bundan pis iş olmaz. Adam öldüyümə, yaxşı deyə pisdir. Diqqət edin. Qeydəci yox ki, nə xatirə biz adam öldürürük? Niyə öldürürük? İndi xodkoş eləmək pisdir, yaxşıdır. Diqqət edin, cəssəh görəcəyik ki, bəstəci idarə. Yalan danışmaq pisdir, yaxşıdır, düz danışmaq yaxşıdır, ya pisdir. İndi bizim vaqəən bir nəfər xələbanlarımızdan, ya niruha intizamımızdan, ya dövlətin mühim sipahın, mühim adamlarından ki, çoxlu əsrardan xəbər tutarlar, xaricdə apararlar, İsrail deyək ki, balamsan, düz danışacaqsan. Yalan danışmaq bilirsən ki, pisdir. Deyəcəm, nöqtəyi kurə havayı İran hararadır. Deyəcək, o orada rəhbərin o kəməngahı haradır? O gün Aya Kəmro dedi ki, əcəbdən geçirdik Bostanabaddan, görsətdi ki, düz burada, bu zənci 12 ruzada burada vurdular, dəqiqən bu məntəqə. O tərəf salim qalıb, bu tərəf salim qalıb, 11 nəfər, neçə nəfər? 11 nəfər orada şəhid bir yerdə israr vurmuşdu gecə. Yaxşı, bunu bir nəfər deyib də, İndi İsrail o adam ki deyibdi ki, dəqiqən buranı vursaz, burada o niruha nizami üşüb bura, cələsə qovublar. Olan nəzərindən o fərdi ki, bu quzarış verib bərəkənlər. Ya bu da sən caizə. Amma bizim əzizlərimiz o da gedibdi. Xoş. Ağalar, yox, qutarıyorum sizi. Bir murad var ki, 100% pislik onun zatındadır. O da zülm idi. Aləmdə tapa bilməsən bir muriddə zülm yaxşı olur. Hər şəraitdə, hər kəs bu zülm eləsə o pisdir. Zülm zatən qəbihdir. Zulm, qubh zati dارد. Bunun da bərəksi ədlidir, ədalət. Husn zati dارد. İmkanı yoxdur bir yerdə ədalət xərzə verəsən, deyəsən pisdir. Beşər ki, ədaləti tərifləyək ha. Ədalət به معنی مساوات ده ها. اغلب مردمın təsəvvürü ədalətdən müsavatdır. Ədalət به معنی müsavatı deməyim ha. Ədalətin əsl mənası haqdarın haqqını verəsən.
bir neferin hakkı var. O hakkın ona versem adalettir. Ay pulsozun hakkı budur ki buna ayda 50 milyon versen. Ben bu hakkı da kanun tərifləyəcək ya Kitab-ı Asamanın tərifləyəcək. O qalay qom tərifləyəcək. Biləxərə bir yerdə bu haqq təyin olubdur. Mənim də haqqım budur ki ayda 30 milyon aylıq alam dövlətdə. Ədalətin mənası budur ki bunlar 50 milyon alarlar, mən 30 milyon. Nəinki ikimiz də bərabər alalım. Ədalətin iynə ucucan qubhu yoxdur. Zülmün də iynə ucuda hüsnü yoxdur. Qeyr az bu hər işi ki aləmdə var. Onu baxsan, deyəcəksən ki, əgər hüsnüdür, nə hər yerdə? Əgər qubhudur, nə hər yerdə? Bəstəci dərət. Fəqət zülmüdür, ədalətdir ki, bəstəci nədarət. Bunu bildik. İndi qeydəcək ribaya. Riba در عین حالی که تعریف olmuyor. Gələk görək ki, bir nəfərə pul verir ondan, sud alır. Görək aya burada zülm olur ya zulm olmuyor. Əgər zülm olsa qəbihdir, haramdır. Əgər zülm olmasa, niyə qəbihdir? Niyə haramdır? Əğləb haramlar nisbidir. Əgər bir yerdə haramı mutlaq var, o zülmüdür. Əgər zülmü mutlaq olmasa, haramı mutlaq olmasa, haramlar nisbidir. Ki misal vurmuşuq. Elə bir keçən bunun bəhs eləyəndə bəhs elədik da. Meyyiti yeme haramdır. Hurrimet aleykumul mitete. Miteni yeme haramdır. Vel xinzire. Xinzir ve dem kan haramdır. Aya mutlak haramdır. Yok, bəstəci dörət. Be şərti inçi naçar qalmayasan. Müstər olsun da halaldır. Bəs baxın, bu helallıq, haramlıq müvəqqəti oldu. Daimi olmadı, zati olmadı. Yəni zaten, hətta bu məşrub alkolü. İndi xəmr haramdır. Quranda sərihən deməyib ki, xəmr haramdır. Quranda deməyib qumar haramdır. Quranda buyurub ki, Ritsun min əmələ şeytan fəstənibuhu. İctinab eləyin, kəlmeyi haram işlətməyir. Bu fəstənibuhudan bir də müştəhiddə istinbat eləyiblər ki, haramdır. Yox. İndi haramdır, bir dediği mutlak haramdır. O olan nəzərdə, bəli, əksəriyyət qərib bir ittifaq deyirlər ki, baba, bu xəmr ki haramdır, bəlkə doğru oldu. İndi bir nəfər bir mərəz tutub ki, doğrusu fəqət xəmridir. Onda əğləbə müştəhiddə deyiblər ki, çarə yoxdur, istifadə eləsin. Nə qədər? Deyib ki, o miqdar ki, müfid olar. Bir qətrəsi toxtasa, bir qətrə. Bir botrisi toxtasa, bir botrə. Bir botri içə bilərsən, bombanı darı. Deyir, bir boşya, elə bir dərmanla deyil olsun, bir boşya. Amma bir boşya, bir gətrə olmasa. Niyə deyirsən, bir boşya xəmr içə bilərsən, bir boşya, bir gətrə izafəsi yox. Deyir, o miqdarı ki, lazımdır da, sən izafə geçdin, o da təcavüz elədin. Fəmənistor, qeyrə bağın oldu, qeyrə bağın olmadı. Həman adam ki, deyir, bir boşya içə bilərsən, bir hoz içə bilərsən, o qəblən demişdi ki, əgər bir qətrə bu xəmridən düşə bir quya, suya, o sudan çıxaydasan, tökəsən bağçıya, o bağçadan səbzi çıxar, o səbzini yemək məkruhdur, oydan gələ bir qoğan o səbzini yiyə, o qoğanın sütünü yemək məkruhdur. Bu qəd deyilsən, amma deyilsən bir boşya içə bilərsən. Niyə? Deyir, baba, bəstəci darət. Orada ki, izafədir, o lazım nədir ki, sən alkoldar suyun güvənsin yəsən, amma burada canın xətərdədir. Can mühimmidir, ya bir qətrə şərab və o birisilə.
Bunlar deyəndən sonra indi deyir ki, riba. Quran deməyib ki, riba yəni mən tərif eləməyib. Deməyib ki, niyə haramdır? Hərramallahu riba. Vəli filsuflar kəşf eləyiblər. Deyiblər ki, burada ki, deyib haramdır, qətiən burada haramı mütləqdə. Qətiən burada bir zulm-i layənfəc var. Be xatir ki, zülm oluyor haramdır. Bəniyə bəy gəliblər deyiblər ki, xanım ağasından, ağa xanımdan riba ala bilər, dədə baladan riba alar. Çünki oradan zülmü yoxdur ki, bir evə gedir. Niyə bə deyiblər düşməndən riba ala bilərsən? Sərih fətvaya müştəhiddə düşməndən riba ala bilərsən? Yox, saxlayın qutarı. Onda mən qatışdırıram. Xahişən saxlayın, mən bu bəhsi qutarım. Quran deyib riba haramdır. Amma gəl bunun razına pey aparaq. Razı budur ki, riba o dəlilə haram olur ki, zülmü var orada. Qubhi zatıdır. Əgər bir ribada zülm olmur, xodu bu əsşinasda zülm olmaz. Ona görə deyil əsşinasda riba yoxdur. Əgər befəz əsşinasda zülm olsa, onda haramdır. Haramlığı be xatiri o zülmidir. İndi bankidari İslamda, indi sən bu oğza və əhvali təvərrümzadə aparsan banca 1 milyard pul qoysan, ayda 30 milyon sud alırsan, orada kimə zülm olur? Aya banca zülm olur? Banca qazanır. Sənin puluvu aparı eşikdə 40% suda verir, ondan bir miqdar qeytəri sənə. Sən də bu pulu alırsan, bunun təvərrümün yetiyə bilirsən. O 1 milyardla geçseydin, düyü alsaydın, o ayın axirində 1 milyard düyünü satsaydın, orada 30 milyon qazanacaqdın, ya 200 milyon. Sən indiki bu banca 100 milyon qoyubsan, gedib o 100 milyonu götürsən, sən zəifliyibsən ya qəvələşibsən? Bəli? Dərvağı özünə zülm olub. Çül özünə zülm olub, əgər desən haramdır, özvə zülm eləyibsən, amma o tərəfdən o tərəf fikirləşə, görək ki, bu sudunan cep danışqata dərs oxuyub. Uşağa aparazadə əmələ borcu var idi, zindana gedəcəkdi. Oradan özün nəcat verdi, naxoşu var idi. Bu bir təvəssüh olaydı, mən pulumu qoyum bir təkkənin altında, riba almayayım, bahdan sud almayayım. Amma uşağım da belə bədbəxt olsun, qısım da fələz olsun. Oğlu gəlsin aparsın məsələn evdən. Bəli, ya da oğru gəlsin aparsın. Otursaz, diqqət eləsə, da mən tuğlanır bu bəhs. Mən 3 cələsə danışıram. İndi bir cələsən yarısını danışmışam. Çün bu bankidari İslamidə heç kəsə zülm olmayıb. Ona görə o birisi müştəhidlər oturublar, fikirləşiblər, deyiblər ki, haram deyil. Çünki bir nəfər zülm olmuyor ki. Əgər zülmü olsa, o pul qoyana zülm oluyor. Bir nəfərdən ki, o da zülm olmuyor. Təhlil eləsən zülm olmuyor. Amma əgər bir fərz, bir gün sabit olar ki, bu sud almaq, banca sud vermək, münzər bir zülmüdür, bəli, onda haramdır. Yəni, illəti haram budan gərək qeydə zülmə. Ta isbatı zülm olmasa, hükm haram vermək olmaz. Tez sərənqoşda əzəl ilə deyəsən, bu həlaldır, haramdır, olmaz. Gəh bir təhlil-i əmiq iqtisadi, ictimai və fəlsəfi olar. Ta sabit olar ki, bir də zülm olur. İndi sən banca, bahdan 5 milyon pul alıbsan, bam götürübsən. Gəlibsən, eşikdə apartman alıbsan. O 5 milyonun qabağında 10 milyon banca sud veribsən. 15 milyon banca verdin 20 ilin ərzində. O 6 milyon içi bahə vermişdi sənə, bir dənə apartman alıbsan 6 milyon tümənə. İndi gedi 6 milyarda. Hop, kimə zülm oldu? Sən banca 10 milyon izafə veribsən, əvəzində 6 milyarda gedi apartman. Sən buna niyə deyirsən haram? Sənə xidmət eləyib banca,
zülm eləyibdir. Zülm yoxdur bu da. Bəs mən xülasə eləyirəm. İşlər qeydə zəh o husnu qobh zatiyə. Bir dənə feil var aləmdə. O da zülmüdür ki, zatən qəbihdir və zatəncə haram olar. Hər yerdə bir hərəkət olur. Əslən ticarət. Mən indi sən düyü alırsan, düyü satsan nəqdən. Əgər ehsas eləsən bu ticarətə zülm elədin, o ribadır. O haramdır. Olar bəzi müamilələr, sən vaqən vicdanən biləsən ki, bu maşın, bu düyü ki satsan, bu maşın ki satsan, bu yer ki satsan, qiyməti bu dənci verirsən. Amma o tərəf qəbul edir. Neynə qəbul eləyəndə? Sən ehsas eləsən ki, zülm elədin, o haramdır. Amma ta o yəqin zülmə yetişməyibsən, o da haramdan söhbət olmuyor. Əgər yəqin elədin ədalətdir, o ki helal olar. Bunda yəqinə. Ya zənni qərib be yəqin. İndi bu da hədəf vəsilə tozih mikünət və bu da bu adam öldürmək fətvasını ki Mevlana verib, bu da qeydi o zulmə. Cəh aya qavmi Səmudu ki öldürdü, bizə dərs ibrət oldu, aya Allah onlara zülm eləyir. Əgər zülm eləsə, elə zülm həm hamıdan qəbihdir, Allahdan da qəbihdir, bəşərdən də qəbihdir. Təhlil-i nihayəsi budur, milaç budur. Ki görək ki, bu müamilədə, bu Bedovistanda, bu rəvişdə, bu danışıqda, bu qoftarda, bu yazıqda, aya biz zülm eləyirəm. İndi məsələn mən danışdım. Mən aya gəh bu nəticə içəm ki, mən sizə zülm elədim, ya zülm eləmədim. Əgər vaqa mən sizə zülm eləsəm, mən bu işim haram idi. Amma mən yəqin eləyəm ki, hələ ədalət eləməsəm, yaxşı işlə görməsəm, zülm eləməmişəm. Zülm eləməmişəm, bəs mən bu işim haram dəldi, qəbih dəldi. Xoş, mən bir də qutarıyam. Buradan çox az این حدیث مفصل بخوان. Ay mən siz buyurun. Mesela diyeyim ki, çok adam baştan pul götürüyor ki, ev kusur yapar. Bəli. Ben bir defa ticarette, adamlarda gelip baştan pul götürüyor, buğday mamleken tahvil tapıyor, artıştan zor bile, karhanası gediyor, evi gediyor. Vagan bu adamlar da var bu canlar. O cür oluyor da məzlum vaqe olur. Ben. Ona zülm oluyor da. Əgər isbatı zülm olsa, o murid deyəcək haramdır. Qeydli o pul mənim pulum idi. Şimdi ben ondan su da almışam. Bəli, bəli. Ben bəhrəməndə olmuşam. Bəli, bəli. O su qeyməkdə Əgər naxaslar bildim də. Axirət oxudum. Əgər bir meydani bərrəsi ola, gəh bərrəsi meydani ola, muridi olmuyor. Əgər bərrəsi meydani olsa, isbatı zülm olsa, deyəcək, o murid haramdır. Amma da mütləq yox. İndi fəravan insanlar bahdən vam götüblər, çayxana qoyublar, nə qədər əfrada çörək verirlər. Onda necə? İndi gəldi meydani bərrəsi ilə sağ, görsək ki, 5 nəfərə zülm olubdur bu Bedovistanı bancıda. Bu bancıdari, bu sistemdə 5 nəfərə zülm olub. Onda deyərlər ki, bir dide çalan var, bir dide xordu var. Necə iqtisadi xorda çalan var? Aya be xatir bu ki minlər nəfər buradan su aparıb 5 nəfər zərər eləyib, be xatir 5 nəfərin zərəri minlər nəfərin sudunun qabağını alaq. Ona görə orada necə deyirlər, sürətdə bula bilinməz, ya bula su vaxtda bilinər. Onun bəhsi fəlsəfəsi budur. İndi onu ərz edirəm. Bunu da bir xahişən eşidin. Deyirik ki, afərinişdə mümkündür. Bir deyə zülm ola. Fərzidir. Əvvələn afərinişdə zülm olmaz. İndi deyirsən, bir kar dünyaya gəlir, bir kör dünyaya gəlir. Bunlar zülm olmuyor. Deyir, zahirdə zülm olub. Bir də huşludur, bir də cüsuşdur, bir də zəif xanavadədə dünyaya gəlir, bir də qəvi xanavadədə, bir də fəqirin evində dünyaya gəlir. Aya bu uşaqlara zülm oluyor mu? Təhlil-i nihayədə zülm olmuyor. Bunu da mən təhlil-i nihayə eləməyəm.
müfəssəldir ki, 2 saat danışam, ta sabit eləyəm ki, zülm olmayın. Amma deyək ki, fərz eləyək zülm olur. Bu Kürə zəmində 8 milyardın içində 100 milyon qələt dünyaya gəlir. 100 milyon به خاطر اینکه متفاوت خلق olublar, onlar zulm olub. Xaşən diqqət edin. Xoş. Bu lazımı afərinişdir. Bunun bir təhlili var. Allah eləyə bilməz ki, hamını salim eləyə bilməz. Allah eləyə bilməz hamını komput kimi, məsələn, tanımahı kimi hamını yeksan xəlq eləyə. Əslində bu olan deyil. O da niyə ola bilməz? Onda tövzihi var. Dedik, fərzən o da ola. Fərzən Allah hamını salim xəlq eləyə. Hamını salim xəlq eləyəndə bir təfavütlər var. O təfavütlər də rəf eləsin. O təfavütlər də rəf eləsə, bir dənə zülm-i fahiş tapılar. O zülm-i fahiş deyirik ki, برای رفع ظلم محدود جبران bir zulm fahiş yola. Bunu indi siz mütəəssir olanmazsınız ki, niyə zulm fahiş olar? Onu da təhlil edərəm, bir gün ərz edərəm. Qəblən bəhs eləmiş o. Dolarını Kur'an'da mən yazdım. Ayət-i Xameneyi bətə əsəban olmuşdu. Çünki Ayət-i Xameneyi xassı bir fəlsəfəsi vardı. O mütəəssir olmaydı da bizim sözlərimizdə. قانون فلسفه budur ki, برای دقت edin, bu cümləyə bir şahkardır ha bu cümlə. برای دفع ظلم محدود برای دفع ظلم محدود یا برای عدم پیدایش ظلم محدود faydeyi kəsirin qabağını almaq özü zülm-i fahişdir. Məsələn, indi biz gətirmişik, kabab veriyor. Ay Kərimli, ay Səlmanpı bizə bu sofrada heç kabab yedirdi. İşimiz fəqət kabab yemək olmuşdu. Önümüzdə ki, bir qaşıq ət tapa bilmək elə. İndi bu kabab mənim mədəmə düşmüydü. Xoş, mənə zərər edir. Aya be xatir ki, sənəm zərərli bu 15-16 nəfərdən bu mənfəəti götürür. Bu özü zülm-i balatərdir. Diqqət edin. برای دفع ظلم محدود ایجاد ظلم فراتر خود ظلم فاحش است. Sizə getdim ha. برای اینکه 5 nəfər burada məzlum vaqe olur. Amma səthi kəlanda, qollə İranda hamı vamından geçsinir. Siz özünüz vamlardan nə qədər istifadə edibsiniz? Bu vamlar olmasaydı siz harda saxtaman sahib olardınız, harda bağ sahib olardınız, harda bu imkanata sahib olarsınız? Elə həmən sizə aya zülm olub, həmsəyə zülm olub, ona olmur. Axtab tapsan Kureyi, zəmində 5 nəfərdə zülm olar. Be xatirə bu 5 nəfər gərək bu mənfəəti əksəriyyət mərdumdan götürürlər, onda zülm-i fahiş olar. Xeyli xoş, və çox xoş. Nainsaflıq elə özü haram. Bəli. Nainsaflığı ki münzər bir zülm olar. Nainsaf elə zülm olar da. Zülm, əgər zülm olsun. Sonra bir işe alaq, məsələn, deyəm 110 tüməni ver, 200 də verəm. Olsun. Diqqət qılın. Nainsaflığı ki münzər olar zülmə ha. Zülm olur da. Əgər zülm olsa haramdır. Ayə Kəmli sizdən qabın. Zülmü ki bu üçün zülmüdən tərif edəmədir. Yoxdur. Aya hər zadı ki ədli deyirik, həqlara yetişmədi, o zülmüdür. Bəli, indi dərsin. Sizin fərmayışınız elə o zəminədir. Yoxdur. Biz zülmü tərifləmədik. Ədli də müxtəsər təriflədik. Yoxsa zülmü budur ki, bərəksi ədildir. Fərdin haqqı o ki haqqıdır, o haqq ondan saqit olar. Bir işi görsən ki, haqqıdır, o haqqı saqit olar ondan. Eynən buna bənzər ki, elə o bəhsi müxtəliful xilqətdə də bu cürdür da. Allah bir nəfəri bir gözlü xəlq eləyib. Dilə bax ona zülm olub.
Deyir əvvəldə zülm olub da, səthi baxanda zülm olub. Deyir, niyə hamıya iki göz bir yerine bir göz? Təhlil nəhayədə budur ki, deyir ki, Allah sənə nə mənə verib? Göz verib. O bir dənə gözü verib deyə verməyib. Sən haqqı verdi. Lütfiydi. O bir dənə göz ki var, o sənin haqqıdır. Bu haqq hardan tapılmışdı? Sən bir yerdə təlaş eləmişdin, işləmişdin, göz solid eləsən, göz yığasan. O gözü yığmışdın, iki dənə göz yığmışdın, birinin əlindən aldılar, qaçdılar. İki gözün var idi ki, Allah gələ o iki gözdən birini götüyə deyə sənə yetişməz. Hər nə ki var onda lütfüdür. İndi Allah birinə az lütfülə, birinə çox lütfülə. Allah qol vermir ki, hamıya beturu müsavi lütfüləsin. Bu bir tərəfi. Bir tərəfi deyəcək, sənin bu bir gözlülüyün nə qədər mənfaəti var, heç xəbərin yoxdur. Ayrı bir yerdə sənə bir kəmalat verib ki, da indi tez təhlil edə bilmiyor. Vaxt yoxdur. Ki o iki gözlüyün o təhlili yoxdur. O iki gözlüyün o bəhrəsi yoxdur. Ki sən bir gözlüdə bu bəhrə var. Və onun bir ayrı qaydası var. O neçə dənə qaydanı poştərəm yetiririk, görək ki, Allah orada bir nəfərin haqqın əlindən almıyor. Bu bir dənə təvəqqü odur ki, təvəqqü yaralanıb ki, vermədə, versən bərabər ver. Məsələ mərufdur. Deyir ki, məsəldir ha, Mevləvi məsələlərindəndir. Təbrizə qoya bu ittifaq düşüb. Bu məhəllatın birində, orada bir nicəhban var, məhəllənin ağzında. Bu nicəhban, oradan da bir nəfər çıxanda, elə o nicəhbana bir 5 tümən pul verir gedir. Bu yavaş-yavaş adət olur. Lütfü müşərrə. O da özünü haqq bilir. Bir gün bu nicəhbanın başı qatışı, o da bir nəfərə danışma, bu oradan geçəndə maşının ki, da yoxdur, geçir da. Birdən gədik, baxır, köpək oğlu 5 tüməni yedi getdi. Bizə də bir zülm oldu. O onu özünə bir dənə haqqı bilmişdi. Əgər bu yoxsa bu təhlili kudakanədir. Yəni doğrudan, vaqən onun haqqı həqiqisidir ki, ona 5 tümən verə. Nəxri. Ona görə bir miqdar biz o ədl zülmüdə də cəhs danışaq ta mətləb roşan olur. Ay, bu buzursun. Bəli, o hüsnü kufri əvvəlki buyursunuz. Bəli. Onda mən özüm gətirdim deyirəm. 4 dənə şeyfər gəldi cavabı insanı. Bəli. Bir gətirir. Gətirir. Gətirir hüsnü kufri nə mənadır bu? Gətirir. Əgər zülm olsaq qəbihdir də. Gətir. Bir nəfər öldürəsən. Ya özünü öldürəsən. Əgər özünə zülm eləyəsən, xanavadiyə zülm eləyəsən, özüyə zülm eləyəsən, qətli ki, münzəbi zülm olsa qəbihdir. Əgər münzəbi zülm olmasa, şəhidlər gedirlər, bilirlər də, o minin üstünə gedən xodkoş eləydi də. Foğutundan gətirin mənası fərqi yox. Nəmləni? Foğutundan gətirin mənası var. Foğutundan qətli? Bir qətlidir, bir ölür. Əcələ müsəmmə. Osu, bax, bir bax, adam özü ölür. Tamam ölməklərə foto da demək olar da. Yəni ruhu foto oldu getdi. O bir bəhsdir. Amma həqiqətdə fərqi yoxdur ki. İndi siz qətl kəlməsini söhbət edirsiniz bax. Bir nəfəri adam öldürürsən, o qətlidir. Aya pisdir. Deyək, əgər zülm olsa, zülm olmasa niyə pisdir? Daha qaçaqçı məşhur məsələn eyləmir. Məsələn, sirkət. Biri də keyfələnməyə vaxt insanında Quranda sirkət. Sirqətdir. Biri sirkət. Sirkətin nə mənə məsələn üst olur? Sirqət pisdir. Be şərt, bu xatirə, əgər vaqən pisdir, be xatirə, Gətirəsən orada çıxar yoxdur. be xatirə inki zülm oluyuq pisdir. Əgər sirqəti münzərbi zülm olmasa niyə pisdir? Son bu sirqətdən əğləbi münzərbi zülm olar, ona görə pisdir. Amma gahdan siz gedəsiniz düşməndən nəqşi cəngini sirqət eləyəsən. Onun arası pisdir. Gəlsən bir nəfər ki, ac deyil. O insandan bir şeyə bir olmaz bak. Bir də çox çətin. Çətin oldu da. Yəni hər zatı mən öz hesab kitabımla, ölçümlə, çökkəmlə salam. İstəyik deyək ki, İnsanlar bir olaraq ki, o qəbul edən bu bəhsilən məfhumu odur ki, hər kəs özü ölçməyəcək.
Elə hər kəs özü ölçü hökm eləyir ki, Mesela üçüncüsü zinadır. bəli, zinadır. Zina da keyfələrə bağlı sağlıqlara bir keyfələrə. Bəli. Bu mesela bu hukukudur. Zina Zinada təfsir edən var. Deyir, əgər bir dənə oğlan mücərrətdir, zina edir. baxın bir. Kuralları katmıyor. Ay Türkiye'de kuramazdı. ay Purbozoç zinanı bərrəs eləyim də. Zina yəni mənə. Zinanı tərifləyirik. Quran riba kimin zinanı tərifləməyib. Zinanı biz tərifləyirik. Bax bir, zinanı biz tərifləyirik. Deyirik ki, siğələr oxunmasa zinadır. Yayın ki, bir nəfər, məsələn, xanımın həmsəri var, gedə bir nəfər ondan irtibat bərqə ilə oldu zina. Gözün bir zinası var, bədənin zinası var, bədənin o birisi qismətlərin bir zinası var. Bunları biz tərif edirik. Quran deyib ki, zina eləmir. Amma həmin Quran bir şey ki, mücəvviz verib zinaya. Necə mücəvviz verib? Deyib ki, 4 dənə şahid adil tap gətir, onlar dinə pisdir. 4 dənə şahid adilin yanında hansı bir şuur adam gələr bu işi görər. Hamı özünə bir xəlvət axtarır. Məncənin ki, gedəsən o filmهای porno dəstə cəmidə olur. Onların da şahidi adildə şahı. Dediler 2 neferi itibat var. Hə? Zinada 4 şahidi azından O cür təfsirdir. Bənabərin, indi mən bu bəhsimi sizi fikrə saldı da. Hədəfimiz də oydu da. O suruşun da işlərindən biri buydu ki, indi nəticə budur ki, Cumhur İslamının bankdarisi cüz məvaridi nadir. Riba deyil. Bələn zülmüdən çıxaqlı ayrıca ehsan gətirib ayı bizim bir qoyduq da, ölçülərin adı böyüsün. Mən də paylayıram da. Xoş, ala bu husnu qopu yadımızda saxlaq gələn dəfə bu məsələdə lazımdır. İndi mən yaxşı götürəm zülmüdür. Yox, mən sizə haqqı yiyəm. Mənə gəldi. Mən də İçerisinde.